Artıq yaz fəsli başlayıb. Buna görə də insanlar həyətlərində yeni gül, çiçəklər, ağaclar əkməyə başlayıb. Təbii ki, bu da satışda olan bitkilərə tələbatın artmasına səbəb olub. Bəs qiymətlər necədir? Ən bahalı bitki alıcılara neçəyə təklif edilir? Baku TV mövzu ilə bağlı reportaj hazırlayıb. Reportajdakı satıcılar deyir ki, qiymətlər ağacların yaşına və tarixinə görə dəyişir. Azərbaycanın bitki bazarında hətta 100 min manat civarında təklif olunan ağaclar da var. Qiymətlər eyni zamanda bitkinin formasına, gözəlliyinə, gəldiyi ölkəyə görə də dəyişir. Təbii ki, yerli istehsal olanlar özünü hələ ki Türkiyədən, İtaliyadan gələnlər qədər doğrultmayıb. Yerli istehsal olan bitkilərin qiymətləri münasibdir. Əgər yerli şam ağacı 40 manata təklif olunursa, xarici məhsulun qiyməti 70-150 manat arası dəyişir, deyə satıcı bildirib. Bəs siz necə? Həyət evi olanlar, yaxud da ki, həyət evinin olmasını arzulayanlar, sərvət dəyərində olan bu bitkilərə pul verərdinizmi?